Ötən gecə İsrailin bəzi ərazilərinə raket atılmasa da, hava hücumu siqnalları işə düşüb və yüz minlərlə insan təşviş içində sığınacaqlara qaçıb. Global Info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, məhz bu səbəbdən İsraillilər gecəni sığınacaqda panika və qeyri-müəyyənlik içində keçiriblər. İsrail mediası baş verənləri İranın kiber hücumu və psixoloji müharibəsi kimi təqdim edib. Onların məlumatına görə, İran yönlü hakerlər siqnal sistemlərinə müdaxilə edib və bunun nəticəsində saxta təhlükə siqnalı çalınıb. İsrailin Haaretz nəşri bu hadisəni görünməmiş və qeyri-adi bir vəziyyət kimi xarakterizə edib. Qəzet yazır ki, ordu bir saatdan çox müddətdə heç bir səbəb göstərmədən yüz minlərlə insanı sığınacaqlarda saxlayıb. Baş verənlərin əhalidə ciddi psixoloji gərginlik və xaos yaratdığı iddia edilir. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.